Salam, hər vaxtınız xeyir, əziz şagirdlər və dəyərli valideynlər. Hər birinizi xoş gördüm. Bugün sizlərə 4-cü siniflərin 3-cü mövzusu olan en yoxsa M mövzusuna və mövzu sınağına baxacağıq. Əslində uşaqlar, burada çox da izah olunmalı bir mövzu yoxdur. Sadəcə doğru və yanlış sözlər var. Daha doğrusu en yoxsa M-in yazılışı və deyiliş forması var. Biz bilirik ki, söz ortasında səslənən, burada yazın, bir dəqiqə. Söz ortasında məsəl üçün, səslənən M samiti bəzən elə M-in özü, bəzən də N kimi yazılır. Məsələn, şənbə sözün biz M kimi deyirik də dilimizdə, düzdürmü? Amma əslində şənbənin yazılışı necədir? Şənbə. Yəni N kimi yazılır. Amma yanlış necədir? Şənbə. Bu yanlışdır. Bu doğrudur. Daha sonra məsələn, zənbil sözü, zənbil N ilə yazılır. N. Zənbil. Amma biz necə deyirik deyəndə? Zənbil. M ilə səslənir, düzdürmü? Ona görə də bu düzdür, bu səhvdir. İndi uşaqlar, burada izah olunmalı çox da bir mövzu yoxdur. Ona görə də izaha keçək. Deməli uşaqlar, birinci sualda bizdən nə istəyir? Deyir, biz keçən dərsimizdə nə izah eləmişdik? Eyni cinsli qoşa samitli sözlərdən söhbət elədik, düzdürmü? İndi müxtəlif cinslidən, böyük ehtimal ki, müxtəlif cinslidən söhbət gedəcək. Deyir, müxtəlif cinsli qoşa samitli söz hansıdır? Baxırıq, pələng, N-G qoşalığı var. Ona görə də bu müxtəlif cinslidir. Yəni cavabımız A variantı olmuş olacaq. Digərlərinə baxaq. Rəssam, qoşa S var. Qüvvə, qoşa V var. Addım, qoşa D var. Ona görə bunlar eyni cinsli qoşa samitli sözlərdir. Bizdən müxtəlif cinsli istədiyinə görə cavabımız A variantı olmuş olacaq. Digərinə baxaq. Hansı müxtəlif cinsli qoşa samitli söz doğru yazılmışdır? Baxaq, xəstə. Bəli, bu doğru yazılıb. Yəni cavabımız A variantı olmuş olacaq. Saxta yox, saxta olmalıdır. Hətda yox, hətta olmalıdır. Doqquz yox, doqquz olmalıdır. Ona görə də doğru yazılan A variantı olmuş olacaq. Üçüncü tapşırığa baxaq. Üçüncü tapşırıqda bizə deyir, hansı cümlədə müxtəlif cinsli qoşa samitli söz var? Yenə də baxırıq. O yeni kitab alacaq. Burada yoxdur. Yavaş-yavaş duman çəkilir. Burada ümumiyyətlə yoxdur. Mən məktubu oxudum. Baxırıq. Mən məktubu oxudum. Burada var. Bizdən müxtəlif cinsli istəyir. Ona görə də C variantında bizə verilib. Yəni C variantı olmuş olacaq. Daha sonra digərinə baxaq. Hansı müxtəlif cinsli qoşa samitli sözün yazılışı və deyilişi eynidir? Şagird, şagird deyirik. Daha sonra meyvə, meyvə olduğu kimi qalacaq. Yəni cavabımız B variantı olmuş olacaq. Dərd, dərd olaraq olur. Tənbəl, tənbəl olaraq olur. Yəni deyilir. Cavabımız B variantı olmuş olacaq. 5-ə baxırıq. Dəftər sözü ilə bağlı doğru fikir hansıdır? Doğru fikri istəyir bizdən. Eyni cinsli qoşa samitli sözdür. F, T birləşməsi var. Ona görə də bu ola bilməz. Səhvdir. Eyni cinsli deyir bizə. Burada müxtəlif cinslidir. Deyilişi və yazılışı fərqlənən sözdür. Doğrunu istəyir. Bəli, deyilişi və dəftər yazılır. Dəftər deyilir. Ona görə də B variantı doğru fikirdir. Deyir, qalın saitli sözdür. Xeyr. İncə saitli. 2 ə var. İncə saitlidir. Deyir, səhv yazılmışdır. Yazılışı burada doğrudur. Ona görə də bu da səhvdir. Ona görə də doğru cavab B variantı olmuş olacaq. 6-cı tapşırığa baxırıq. Deməli, hansı sözlər doğru yazılmışdır? Şaftalı yox, şaftalı olmalıdır. Bu səhvdir. Yəni biri götürmürük. Daha sonra sərhəd, bəli, sərhəd olur. 2 düzdür. Daha sonra yastıq, bəli, yastıq deyə yazılır. Düzdür. Təşkil yox, təşkil olmuş olacaqdı. Yəni bu da səhv yazılıb. Cavabımız 2 və 3. Yəni B variantı olmuş olacaq. 7-yə baxırıq. Hansı cümlədə altından xətt çəkilmiş söz müxtəlif cinsli qoşa samitli sözdür? Yenə də müxtəlif cinsli qoşa samitli söz istəyir bizdən. Ayaqqabıya baxırıq. Q
birləşməsi var. Ona görə də bu eyni cinslidir. Bu ola bilməz. Bir az istirahət edin. İstirahət, st birləşməsi var. Deməli, bu düzgün cavabdır. B variantı. Addımda qoşa d var. Rəssamda qoşa s var. Ona görə də bizə bunlar lazım deyil. Bizə lazım olan müxtəlif cinslidir. O da ki, B variantında verilib. 8-ə keçək. 8-də bizə deyir, hansı sözün yazılışı ilə deyilişi eynidir? Baxırıq, sümbül, sümbül olaraq bayaqda dərsin başında nə demişdi? Bəziləri M, bəziləri də N kimi səslənir. Sümbül, sümbül olaraq olacaq. Zəmbil yenə də M-ya keçəcək. Asfalt, baxırıq asfalt, asfalt olaraq olur. Daha sonra məşhur, bəli, məşhur olaraq qalacaq. Yazılış da, deyiliş də eynidir. Ona görə də D variantı olmuş olacaq. Daha sonra keçirik 9-cu tapşırığa. Verilmiş xüsusiyyətlər hansı sözə aiddir? Səhv yazılmış olsun, müxtəlif cinsli, qoşa samitli söz olsun. Avtobus düzgün yazılıb, bu ola bilməz. Tüstü, tüstü düzgün yazılıb, ola bilməz. Hətta düzgün yazılıb, ola bilməz. Taxta səhv yazılıb, taxta yox, taxta olmalıydı. Ona görə də cavabımız D variantı olmuş olacaq. Daha sonra keçirik 10-cu tapşırığa. 10-cu tapşırıqda bizə deyir, hansı uyğunluq doğrudur? Eyni cinsli qoşa samitli söz olsun. Baxaq, eyni cinsli qoşa samitli söz. Burada müddət qoşa d var. Ona görə 1-ə nə qoyuruq? A qoyuruq. Yenidən yazın bir dəqiqə. 1-də A, daha sonra baxaq, n var burada. A və C bir uyğun gəlir. Çünki qoşa v var, qoşa d var. 2-yə nə uyğun gəlir? T, k, yəni b, f, t birləşməsi var. Bu da d olacaq. A-da 1-də A, C, 2-də də B, D. Ona görə də cavabımız B variantı olmuş olacaq. Daha sonra 11-ə baxırıq. Hansı sözlərdən nöqtələrin yerində D hərfi yazılmalıdır? Baxaq görək. Həftə. Həftədə avtomatik bu variant getdi. Daha sonra ixtiyar. İxtiyar olmur, ixtiyar olur. Ona görə də avtomatik B variantı da getdi. Daha sonra əcdad. Əcdad olmur, əcdad olur. Bəli, bu uyğun gəlir. Daha sonra üzr istəyirəm. Daha sonra dərd, yox, dərd olacaq. Ona görə də D hərfi uyğun gələn variant C variantı olmuş olacaq. Keçirik 12-ci tapşırığa. 12-ci tapşırıqda bizə deyir, verilmiş sözlərdən neçəsinin deyilişi və yazılışı eynidir? Körpə, bəli, körpə, deyiliş və yazılış eynidir. Daha sonra, yəni bir dənə, daha sonra baxırıq, vağzal, bəli, vağzal da olduğu kimi qalır. Məqsəd, məqsəd olaraq, yəni q köyə keçir, təqsir də q köyə keçir, təqsir olur. Ona görə də 2 dənə düzgün variant B variantı olmuş olacaq. Keçirik 13-cü tapşırığa. Venn diaqramına əsasən sual işarəsinin yerinə uyğun gələn fikir hansıdır? Sual işarəsinin yanına, yəni hər iki söz üçün ortaq xüsusiyyət hansıdır? Onu soruşur bizdən. Baxaq görək. Hər iki söz səhv yazılmışdır. Ustad düz yazılıb, yəni cəftə olmalıydı. Ona görə də A variantı getdi. Hər iki söz doğru yazılmışdır. Xeyr, cəftə olmalıydı. Ona görə də B variantı da ola bilməz. Keçirik C variantına. Hər iki söz müxtəlif cinsli qoşa samitli sözdür. Bəli, düzgün cavabımız C variantı olmuş olacaq. 14-ə keçək. 14-də bizə nə deyir? Müxtəlif cinsli qoşa samitli sözlərə əsasən hansı söz digərlərindən fərqlənir? Baxaq. Bəxtəvər, x-t birləşməsi var. Müftə, f-t birləşməsi var. D-d birləşməsi var. F-t birləşməsi var. Deyir, bizdən şərtdən nə istəyir? Müxtəlif cinsli qoşa samitli sözlərə əsasən hansı söz digərlərindən fərqlənir? Bəli, bunlar müxtəlif cinslidir. Təkcə addım eyni cinsli qoşa samitli sözdür. Cavabımız C variantı olmuş olacaq. Deyir, hansı doğru deyil? Vəziyyət.
eyni cinsli, bəli, y var. Səyyad eyni cinsli düzgündür. Tövbə müxtəlif cinsidir, düzdür. Tənəzzül isə müxtəlif cinsliyə veriblər. Yəni burada işarəsini belə vurublar. Səhvdir. Tənəzzül, yəni qoşa z olduğuna görə eyni cinsli, qoşa samitli sözdür. Ona görə də cavabımız D variantı olmuş olacaq. Daha çox izahların gəlməyini istəyirsinizsə kanala abunə olun. Videonu bəyənməyi unutmayın. Hələlik.